Salam. Bu mövzumuzda 13-14-cü əsrlərdə mədəniyyətin inkişafı haqqında danışacağıq. 13-14-cü əsrlər Azərbaycan tarixində işğallar, dağıntılarla zəngin olan bir dövrdür. Xüsusilə də Monqol yürüşləri səbəbindən Azərbaycanda şəhər həyatı, xüsusilə də sosial-iqtisadi sahədə tənəzzül dövrü başladı və mədəniyyətə və mədəniyyətlə əlaqəli olan bütün sahələrə mənfi təsir olmuşdu. Monqol yürüşlərinin nəticəsində Ərdəbil, Təbriz, Şamaxı, Beyləqan, Bərdə, digər şəhərlərimiz dağıntılara məruz qalmışdı və burada olan memarlıq abidələri də məhvə məhkum olmuşdu. Sosial-iqtisadi vəziyyətə də təbii ki, ağır təsir etmişdi. Əgər şəhərlər dağıdılırsa, dağıntılar aparılırsa, bu sosial-iqtisadi həyata birbaşa mənfi təsir göstərmişdi. Mədəniyyətə böyük, belə deyək də, təsiri olmuşdu, mənfi təsir olmuşdu və bu sahənin inkişafına öldürücü təsir etmişdi. Lakin eyni zamanda Hülakülər dövründə yenidən canlanma baş verir. Biz burada qeyd etmişik, Hülakülər dövründə yenidən canlanma, xüsusilə də Qazan xanın İslam dinini qəbul etməsi və onun fəaliyyəti nəticəsində təhsil, elm, mədəniyyət, memarlıq abidələri və bu sahələrlə əlaqəli olan digər sahələr də yenidən canlanma olur. Xüsusilə də Monqolların dövründə məscidlərin məhvi, onların yerində bütxanaların yaradılması, təhsilin, elmin inkişafına mənfi təsir etmişdi. Amma qeyd etdiyimiz kimi Qazan xanın fəaliyyəti elmin, təhsilin inkişafına yenidən səbəb olmuşdu. Deməli, burada bir mənbə qeyd etmişik. Gəlin o mənbəni birlikdə oxuyaq. 13-14-cü əsrlərdə Azərbaycanda mədəni həyatında önəmli yeniliklər olmuşdu. Bunlardan da biri 1259-cu ildə Nəsrəddin Tusi tərəfindən Marağa rəsədxanasının açılması olur ki, bu rəsədxanada böyük elmi nailiyyətlərə imza atılmış və 100-dən çox alim burada çalışmışdı. Mənbələrdə Marağa Akademiyası da adlandırılmışdı bu rəsədxana. 1259-cu ildə rəsədxananın əsası qoyulur, 1271-ci ildə isə tikintisi başa çatmışdı. Davam edirik növbəti slaytımızdan. Nəsrəddin Tusinin adını çəkə bilərik. 13-14-cü əsr Azərbaycan mədəniyyət, ədəbiyyat sahəsində demək olar ki, Nəsrəddin Tusi elmin bütün sahələrinə dair qiymətli əsərlər yazmışdı. Və Nəsrəddin Tusi Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdu. Onun Əxlaq-ı Nasir əsərini qeyd etmişik. Əxlaq-ı Nasir əsəri Tusi yaradıcılığını demək olar ki, zirvə nöqtəsi hesab olunur ki, uzun illər Şərq ölkələrində, mədrəsələrdə tədris olunmuşdu. Zic Elxani əsəri, həmçinin Təhriri Öqlidis əsəri yazılmışdı. Təhriri Öqlidis əsəri Həndəsiyə aiddir. Zic Elxani əsəri isə Elxani cədvəli də adlandırılır. 14-cü əsrdə Fəzullah Rəşidəddin tərəfindən Təbrizdin Rəbi Rəşidi məhəlləsində ali mədrəsə fəaliyyətə başlayır. Bu ali mədrəsə Nizamiyə mədrəsəsindən sonra ikinci ali mədrəsə hesab olunur. Nizamiyə mədrəsəsi isə burada qeyd etməmişik, 11-ci əsrə aid olmuşdu və qeyd etdiyimiz kimi Təbriz ali mədrəsəsi Nizamiyə mədrəsəsindən sonra ikinci ali təhsil ocağı hesab olunur. Mövzumuzda Əxlaq-ı Nasir əsərindən kiçik bir hissə verilib, gəlin onu oxuyaq. Cəmiyyət həyatının demək olar ki, bütün sahələrinə geniş yer verən Əxlaq-ı Nasir əsərində dövlət hökmdar cəmiyyət münasibətlərinə aydınlıq gətirilmiş və böyük mütəfəkkir xalqı unudub yalnız özünü düşən hökmdarları kəskin tənqid etmişdi. Belə padşahları dövlətin məhvinə apardığını açıq şəkildə söyləmişdi. Və Tusinin fikrinə görə dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Ədalətin isə əsas, deməli, bir neçə şərtin, daha doğrusu təbəqəni qeyd eləyir. Qələm əhli, yəni ziyalılar, alimlər, qılınc əhli, hərbiçilər, müamilə əhli, tacir və sənətkarlar və ziraət əhli, əkinçi, bağban və maldarlar arasında uyğunluğun mövcud olmasını qeyd etmişdi. Burada isə Nəsrəddin Tusinin
rəsmi verilib, Nəsrəddin Tusi və Fəzlullah Rəşidəddinin də abidəsi verilmişdir. Nəsrəddin Tusinin riyaziyyat, həndəsə, dediyimiz kimi əxlaq, astronomiya, demək olar ki, elmin bir çox sahələrinə aid Nəsrəddin Tusi qiymətli, dəyərli əsərlər yazmışdır. Fəzlullah Rəşidəddinin isə növbəti slaytımızda qeyd edəcəyim Cami Ət-Təvarix əsəri Monqol dövrünə həsr olunmuşdur. Deməli, Fəzlullah Rəşidəddinin adını çəkdiyi Fəzlullah Rəşidəddin Təbrizdə, Azərbaycanda, yəni Təbrizdə Darüşşəfaların olduğunu qeyd etmişdi. Darüşşəfaların olduğunu qeyd etmişdi. Fəzlullah Rəşidəddin tərəfindən daha doğrusu salınmışdı. Bunlar haqqında məlumatı isə Məhəmməd Naxçıvani öz əsərində qeyd etmişdi. Darüşşəfa nədir? Yəni şəfa evi, yəni bildiyimiz xəstəxanalar. Və həmçinin daruxanalar da fəaliyyət göstərmişdi. Daruxanalar nədir? Müasir dilimizlə desək, apteklər, yəni dərmanların satıldığı yer. Dilçilik sahəsində də irəliləyişlər olur. Xüsusilə də Məhəmməd Naxçıvani və Hinduşah Naxçıvaninin adını çəkə bilərik ki, dilçilik sahəsində qiymətli, dəyərli əsərlər yazılmışdı. Dövrün digər bir mütəfəkkiri Əsrəddin Əndalusi lüğət tərtib etmişdi. Həmin bu lüğətinə 2300 söz əlavə etmişdi. Qrammatika sahəsində də dəyərli əsər yazmışdı. Az öncə qeyd etdik Fəzlullah Rəşidəddini Monqol dövrünə aid Cami Ət-Təvarix əsəri yazmışdı. Digər bir tarixçi Nizaməddin Şaminin də Monqol dövrünə və Teymurilər dövrünə aid qiymətli əsər yazmışdı. Deməli, Monqol dövrünə əsər yazanlar kimlər oldu? Nizaməddin Şami və Fəzlullah Rəşidəddin olmuşdu. Fəlsəfə elmi də bu dövrdə inkişaf eləmişdi. Fəlsəfə sahəsində xüsusilə də Mahmud Şəbüstərinin adını çəkə bilərik. Coğrafiya sahəsində Zəkariya Qəzvini, Həmdullah Qəzvini, Əbdürrəşid Bakuvinin adlarını çəkə bilərik və coğrafiya sahəsində xüsusilə də biz Məhəmməd Naxçıvaninin də adını çəkə bilərik. Məhəmməd Naxçıvaninin də adını çəkə bilərik ki, adam həm coğrafiya, həm də tarix sahəsində qiymətli, dəyərli əsər yazmışdı. Memarlıq sahəsində də inkişaf gözə çarpır. Deməli, burada Ramana, Nardara, Mərdəkan və Bayıl qalalarını misal göstərə bilərik. Növbəti slaytlarımızda bu deməli memarlıq abidələrinin rəsmini də göstərəcəm. Deməli, Təbrizdə Əlişah məscidi Tacəddin Əlişah tərəfindən salınmışdı. 14-cü əsrə aiddir. Əsrin qeyd etməmişik. 14-cü əsrə aiddir. Və bu bir dəqiqə burada qeyd eləyək. 14-cü əsrə aiddir. Əlişah məscidi və yaxud Ərk qalası xarici işğalçılar deməli ölkəyə hücum edərkən eyni zamanda sığınacaq kimi də deməli istifadə olunmuşdu. 14-cü əsrdə Qazan xan tərəfindən Mahmudabad şəhəri salınmışdı Xəzər sahilində və eyni zamanda 14-cü əsrə aid olan Sultaniyədə Olcayto Xudabəndə türbəsini də qeyd eləyə bilərik. Bunlar deməli baxın bunlar 13-14-cü əsrə aiddir. Ramana, Nardara, Mərdəkan, Bayıl qalaları. Təbrizdə Əlişah məscidi və yaxud Ərk qalası 14-cü əsrə aiddir. Mahmudabad şəhəri Qazan xan tərəfindən və Sultaniyədə Olcayto Xudabəndə türbəsi də 14-cü əsrə aiddir. Növbəti slaytımızdan davam edirik. Ədəbiyyat sahəsində mühüm irəliləyişlər olmuşdu. Ədəbiyyat sahəsində İmadəddin Nəsimi, Qazı Bürhanəddin, İzzəddin Həsənoğlu və Fəzlullah Nəyminin adlarını çəkə bilərik. Xüsusilə də İmadəddin Nəsiminin yaradıcılığı bu dövrdə yüksək qiymətləndirilir. Qazı Bürhanəddin haqqında qeyd edə bilərik ki, Qazı Bürhanəddin həm hökmdar olmuşdu, həmçinin də şair kimi fəaliyyət göstərmişdi. İzzəddin Həsənoğlu haqqında deyə bilərik ki, 13-cü əsrdə ədəbiyyatımızda ana dilində yazılan ilk şeirin, ilk əsərin müəllifidir. Fəzlullah Nəymi isə hürufiliyin banisidir. Fəzlullah Nəyminin, baxın burada qeyd etmişik, Cavidannamə əsəri yazmışdı. Cavidannamə əsərində hürufiliyin nəzəri əsasları göstərilmişdi. Və bir məlumatı da qeyd edeyim, Nəsimi təxəllüsünü müəllimi Nəyminin şərəfinə
götürmüşdü. Hürufili isə deməli bildiyimiz kimi 14-cü əsrə aiddir bu cərəyan, 14-cü əsrə aiddir və hürufilik cərəyanı 14-cü əsrdə Teymura qarşı mübarizə aparmışdı. Teymura qarşı mübarizə aparmışdı. Musiqi sahəsində də deməli inkişaf, irəliləyiş olmuşdu. Deməli, musiqi sahəsində Səfiyyəddin Urməvinin adını çəkə bilərik ki, səslər sistemi nəzəriyyəsini və not yazısını deməli yazmışdı. Əbdülqadir Marağayi isə bunlara ritmlər əlavə etmişdi. Yəni Əbdülqadir Marağayi Səfiyyəddin Urməvinin yolunu davam elətdirmiş və not yazısı və səslər sistemi nəzəriyyəsinə ritmləri də əlavə etmişdi. Bu dövrdə metal işləmə sənəti də inkişaf eləyir. Metal işləmə sənətində biz Kasa və Tiyanın adını çəkə bilərik ki, Kasa Yusif İbn Əhməd tərəfindən hazırlanmışdı. 1319-cu ildə hazırlanmışdı və hazırda Viktoriya və Albert muzeyində saxlanılır. Tiyan isə Şərafəddin deməli Əbdüləziz İbn Şərafüddin tərəfindən düzəldilmişdi. Əhməd Yasəvi, Qazaxıstanda yerləşən Əhməd Yasəvi muzeyində saxlanılır. Buna Teymurun Tiyanı da deyirlər, çünki Teymurun sifarişi ilə düzəldilmişdi. Növbəti slaytımızla davam edirik. Səhv etmirəmsə sonuncu slaytımız olmalıdır. Bəli, burada da memarlıq abidələrinin şəkilləri verilib. Deməli, gördüyünüz kimi Məhəmməd Olcaytu tərəfindən Sultaniyədə türbə salınmışdı. Sonra Fəzlullah Nəyminin məqbərəsi, baxın, Nəyminin məqbərəsi Naxçıvanda yerləşir. Ramana qalası 13-14-cü əsrlərə aiddir, Abşeronda yerləşir və orta əsrlərə aid xalça verilmişdi. Bu isə Nəsiminin heykəlidir. Müəllifi isə Tokay Məmmədov və İbrahim Zeynalov olmuşdu. Bu mövzu ilə əlaqədar mənim izahım bu qədər. Uğurlar hər birinizə.